Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Time 2026 test bankından 2.1.1 təlim prosesində inteqrasiya məsələsi, müxtəlif fənlərlə bağlı olan tapşırıqların izahına baxırıq. Deməli, birinci sualda deyir ki, müəllim şagirdlərə müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir. Burada müxtəlif iqlim qurşaqları deyirsə, bunun coğrafiya hissəsidir. Və dünya xəritəsi üzərində yenə dünya xəritəsi üzərində ekvatorial mülayim qütb iqlim zonaları bu coğrafiya mövzusudur. Daha sonra şagirdlərə bu iqlim qurşaqlarında bitki örtüyünün niyə fərqli olduğunu izah etməyi və iqlim amillərinin yenə coğrafiya inteqrasiya, canlıların yayılmasına təsiri barədə nəticə çıxarmağı tapşırır. Biologiyada bitki örtüyünün niyə fərqli formada yayıldığını izah etmək üçün coğrafi belirleyici məlumatlardan istifadə olunur. Burada biologiya və coğrafiyanın əlaqələndirməsi fənlər arası inteqrasiya. Doğru cavab A-dır. Sual 2. Şagirdlərə tapşırılır ki, məktəbin həyətində və ya evlərin ətrafında rast gələn iki fərqli bitki növünü seçsinlər. Biologiya mövzusudur. Onlar bitkilərin böyüdüyü mühitin işıq, rütubət, torpaq xüsusiyyətlərini müşahidə etsinlər. Bitkilərin yarpaq quruluşu və xarici görünüşündəki fərqləri qeyd etsin və bu fərqlərin mühitdə necə əlaqəli ola biləcəyini izah etsinlər. Burada inteqrasiyanın növünü müəyyənləşdirin. Burada elə sadəcə biologiya daxilində bir inteqrasiya var. Biologiyanın birinci məzmun xətti ilə canlıların quruluşu, birinci məzmun xətti. Eyni zamanda dördüncü məzmun xətti, canlı və ətraf aləm. Dördüncü məzmun xəttinin əlaqələndirilməsi var. Eyni sinif daxilində müxtəlif məzmun xəttlərinə aid olan mövzuların əlaqələndirilməsi. Burada canlıların quruluşu məlum məsələdir. Plusdakı o işıq, rütubət, torpaq xüsusiyyətləri falan bu canlılar və ətraf aləm məzmun xəttinin mövzusudur. Doğru cavab olur fən daxili üfüqi inteqrasiya doğru cavabdır. Sual 3. Qeyd olunur ki, şagirdlərdən müxtəlif canlılarda balıq, quş və məməli fərqli təbii zonalarda tənəffüsün necə baş verdiyini müqayisə etmələri, təbii zonalar məsələsi burada var. Yəni coğrafiya mövzusudur bu. Tələb olunur. Onlar bu canlıların yaşadığı mühit xüsusiyyətləri nəzərə alaraq tənəffüs orqanlarındakı fərqlərin hansı funksiyonal üstünlükləri yaratdığını müəyyənləşdirməli və bu uyğunlaşmaların canlıların yaşamasına necə xidmət etdiyini əsaslandırmalıdır. Burada hansı inteqrasiyadan istifadə olunur? Təbii zonalar məsələsi coğrafiyadır. Burada fənlər arası inteqrasiyanı görmək olur. Eyni zamanda burada tənəffüs məsələsi var. Qeyd olunur, tənəffüs orqanlarındakı, bax bu hissə ikinci məzmun xətti ilə bağlıdır. İkinci məzmun xətti bioloji proseslərdən söhbət gedir və plusdakı canlıların yaşadığı mühit məsələsi var. Bu yenə də dördüncü məzmun xətti, canlılar və ətraf aləm. Deməli, burada həm fənlər arası inteqrasiya var, həm də fən daxili inteqrasiya var. Doğru cavab A-dır. Növbəti dördüncü sual. Qeyd olunur ki, son günlər məktəbin bir neçə şagirdi dərsdə tez-tez yorulduqlarını, bu gördüyümüz kimi real bir həyat problemidir, real bir məsələdir. Real bir problem, yəni şagirdlərin yorğunluqlardan qaldırmağa yönəlmiş bir rejimdən söhbət edəcək. Tez yorulduqlarını və idman dərsində nəfəs darlığı yaşadıqlarını və diqqəti dərsə cəlb etməkdə çətin çəkilən deyirlər. Şagirdlər bu məsələni həll etmək üçün sağlam həyat tərzi və fiziki aktivliklə bağlı araşdırma aparır. Sağlam həyat tərzi. Və plusdakı sağlam həyat tərzi ilə bağlı rejim hazırlayır. Yəni real bir problemi həll etmək üçün bir məhsulun hazırlanmasına söhbət gedir. Bu plan da ola bilər, layihə də ola bilər, rejim də ola bilər, fərqi yoxdur. Burada fən üstü inteqrasiya olmuş olur. Doğru cavab B-dir. Fizika ilə bağlı olan suallar. Şagirdlər laboratoriya işi zamanı elektrik cərəyanının, elektrik cərəyan fizikanın mövzusudur, metal, maye və qaz mühitlərində necə yarandığını müşahidə etmələri və buna əsaslanıb ümumiyyətlə bu metal, maye, qaz, maddə və sahə ikinci məzmun xətti ilə bağlı olan bir mövzudur. Məzmun xətti. Buna əsaslanaraq cərəyanın hansı mühitdə daha asan, hansı şəraitdə daha çətin keçdiyini ümumiləşib nəticə çıxarmaları istənilir. Burada da bu cərəyan məsələsi, cərəyanın hansı mühitdə, bu birinci məzmun xətti ilə bağlıdır. Fizikanın birinci məzmun xətti. Cərəyan məsələsi. Hansı inteqrasiyadan istifadə olunur? Fizikanın birinci məzmun xətti ilə ikinci məzmun xətti ilə əlaqələnməsi fən daxili inteqrasiyadır, üfüqi inteqrasiyadır. Doğru cavab D variantıdır. Növbəti 2. Məsafə və zaman göstəricilərinə əsaslanaraq sürəti hesablayın. Məsafə məsələsi. Zaman göstəricilərinə əsaslanaraq sürəti hesablayın və nəticəyə görə cismin hərəkətinin xarakteri. Burada da cismin hərəkətinin xarakteri fizikadır. Müəyyənləşdirin deyir. Sürəti hesablamaq məsafəyə görə, yəni hesablama aparmaq riyaziyyat hissəsidir, riyaziyyat. Eyni zamanda da burada hərəkətin xarakteri fizikadır. Hərəkətin xarakteri fizikadır. Fizika. Deməli, fənlər arası inteqrasiyadan söhbət gedir. Doğru cavab bu, Bakıdır.
Növbəti sual, üçüncü sual deyir ki, verilmiş nüvə bölünməsi və sintez reaksiyası zamanı ayrılan enerjini hesablayın. Enerji hesablanması. Reaksiyada kütlə defektinin necə yarandığını izah edin. Həmçinin başlanğıc və son məhsulların maddələrin çevrilməsi. Maddənin çevrilməsi məsələsi kimya anlayışıdır. Kimya. Baxımından müqayisə edək, bu çevrilmənin enerji ayrılması ilə əlaqəsini açıqlayın. Deməli, burada fizika mövzusudur, yəni fizika dərsidir. Riyaziyyatla əlaqələndirmə var, hesablama məsələsi. Fizika daxilində hesablamanın olduğunu bilsək də, ən azından burada kimya ilə əlaqə tam açıq görünür ki, maddənin çevrilməsi baxımından müqayisə aparılacaq. Burada da fənlər arası inteqrasiya olmuş olur. Müqayisə eləmək də eyni zamanda riyaziyyatla əlaqəli ola bilir. Doğru cavab B variantıdır. Növbəti 4. Məktəbdə bəzi yerlərdə su kranlarının tam bağlanmaması və sızma nəticəsində gündəlik olaraq böyük miqdarda su itkisi baş verir. Bax, bu su itkisi real bir problemdir. Ən üstü olması buradan görünə bilir. Bu həm su israfına, həm də əlavə xəstələrə səbəb olur. Problemi aradan qaldırmaq üçün, yəni real həyat problemini həll etmək üçün bir təşəbbüs irəli sürülür. Araşdırma aparılması və texnoloji həll yolunun hazırlanması lazımdır. Real bir problemin həll olunması üçün bir addım atmaq, plan qurmaq, rejim hazırlamaq, layihə fərqi yoxdur. Yəni bir qərar vermə prosesi 21-ci əsr bacarıqları formalaşdırır. Bu həyat bacarıqlarıdır. Doğru cavab olur fənn üstü inteqrasiya C variantı. İnformatika ilə bağlı olan suallar. Qeyd olunmuş şagirdlər regiona aid coğrafi məlumatları, ən azından bu coğrafi məlumat və CIS anlayışı, coğrafi informasiya sistemlərindən söhbət gedir. 1960 Roger Tomlinson. Proqramında xəritə üzərində yerləşdirir, yenə də coğrafiya. Məlumat qatlarını təhlil edir. Nəticələrin verilən emalı və vizuallaşdırması baxımından qısa şəkildə izah edir. Verilənlərin emalı məsələsi. Ümumiyyətlə, bu CIS-in içində, yəni CIS nədir? Coğrafi informasiya sistemləridir. Burada məlumatların müəyyən bir bazada yığılması, yerləşdirilməsi və lazım olanda geri çağırılmasına söhbət gedir. Belə sadə və lore dildə desək. Burada da coğrafiya ilə informatikanın əlaqələndirilməsi var. CIS anlayışı informatikada da var. Plus da ki, məlumatların emalı və vizuallaşdırması baxımından fənlər arası inteqrasiya olacaq B variantı. Sual 2. Şagirdlər məktəbdə bir ay ərzində keçirilən tədbirlərin adlarını və tarixlərini siyahı şəklində qeyd edirlər. Bu siyahını qruplaşdıraraq, məsələn, tarixə və ya tədbirin növünə görə sistemli informasiya halına salırlar. Sistemli informasiya halına salmaq ilə informatika. Daha sonra həmin informasiyadan istifadə etməklə müəyyən tarixdə keçirilən tədbiri tap əməliyyatını izah edən sadə bir alqoritm tərtib edilir. Burada hansı inteqrasiyadan söhbət gedir? Burada məhz onun informasiya siyahısına salınması, bu informatikanın birinci məzmun xətti ilə bağlıdır. İnformasiya təminatı, birinci məzmun xətti. Plus burada alqoritm məsələsi var. Alqoritm məsələsi də ayrıca bir məzmun xəttidir. Məhz ikinci məzmun xəttidir. Deməli, burada eyni fən daxili, eyni sinif daxilində müxtəlif məzmun xəttlərinin əlaqələndirilməsi, fən daxili, üfüqi inteqrasiya doğru cavab Y-dir. Növbəti sual 3. Qeyd olunur ki, şagirdlər əvvəlcə dəyişənlərdən və şərt deyimlərindən istifadə edərək sadə parol yoxlama alqoritmi qurur. Bu sadə parol yoxlama məsələsi və əvvəlcə dəyişənlərdən istifadə edib sadə forma. Bu sinif olaraq 5-ci sinif mövzusudur. 5-ci sinif. Daha sonra proqramda sətir tipli verilənlər və məntiqi ifadədən istifadə etməklə parolun uzunluğunu, bu məzmunun davamlı inkişafı ilə bağlı olan bir şeydir. Alt standartın dəyişməsi. Böyük və kiçik hərflərin, rəqəmlərin və xüsusi simvolların mövcudluğunu yoxlayan daha təkmil bir proqram. Əvvəl aşağı siniflərdə sadə bir versiyada öyrənirlər. Yuxarı siniflərə doğru getdikcə alt standartın genişlənməsi məsələsi burada çıxır. Bu da təxminən arası 8-9-cu siniflərin mövzusunda özünü tapır. Burada inteqrasiya fən daxilidir. Siniflər arasında olduğuna görə eyni məzmun xətti daxilində artıq bu daha təkmil proqram, yəni kodlaşdırmadır. Kodun tətbiq edir. Bu şaquli inteqrasiya olmuş olacaq. Doğru cavab Y-dir. Növbəti sual, 4-cü sual. Şagirdlərə köhnəlmiş elektron cihazların düzgün məhv edilməsinin əhəmiyyəti haqqında məqalə təqdim olunur və mövzu üzrə araşdırma işi aparmaları. Daha sonra onlar istifadə olunmayan telefon, planşet və kompüter kimi elektron tullantıların təhlükəsiz və düzgün zərərsizləşdirilməsi ilə bağlı layihə hazırlayır. Yəni bu artıq real bir problemdir. Şagirdlərə əvvəlcə məlumat verilir, sonra real bir problemi həll etmək üçün şagirdlərdən təşəbbüs irəli sürülməsi, ortaya bir real məhsul qoyması, layihə hazırlaması istənilir. Bu isə real dünya problemi olduğuna görə şagirdlərə məhz belə həyat bacarıqları formalaşdırmaq üstündür. Fənlər arxa planda. Doğru cavab fən üstü inteqrasiya D variantıdır. Riyaziyyatla bağlı olan suallar. Müəllim şagirdlərə bərabər sürətlə hərəkət edən cismin müəyyən zaman intervalında qət etdiyi məsafəni göstərən cədvəl təqdim edib.
bərabər sürətlə hərəkət edən cismin müəyyən zaman intervalında qət elədiyi məsafə. Bu bərabər sürətlə hərəkət fizika ilə bağlı olan bir hissədir, fizika. Və onlardan bu məlumatlara əsaslanaraq sürəti hesablamağı və məsafə zaman qrafiki. Bu məsafə zaman qrafiki riyaziyyatdır. Riyaziyyatın mövzusudur. Əsasən cismin hərəkət xarakterini izah etməyi tapşırır. Sadəcə fizika ilə riyaziyyatın əlaqələndirməsidir. Bu da fənlər arası inteqrasiya olur. Doğru cavab C-dir. İkinci sual. Müəllim şagirdlərə 2 metr uzunluğunda olan taxta parçasının hər biri 25 sm olmaqla bərabər hissəyə bölünəcəyini bildirir. 2 metr uzunluğunda olan taxta parçası hər biri bölünəcək müəyyən bir hissələrə. Ölçmə ilə bağlıdır. Burada ölçür. 4-cü məzmun xəttidir bu. Ölçmələr. Ölçmə. Şagirdlərdən əvvəlcə taxtanın uzunluğunu santimetrə çevirməyi, artıq burada çevirmələr, ədədlər, əməllər məsələsi var, hesablamalar. Daha sonra neçə hissəyə bölünəcəyini hesablamaq tapşırılır. Əvvəlcə taxtanın uzunluğunu santimetrə çevirir, daha sonra isə neçə hissəyə bölünəcəyini hesablayır. Bu da birinci məzmun xəttidir. Ədədlər və əməllər. 4-cü məzmun xətti ilə 1-ci məzmun xəttinin əlaqələndirilməsidir. Bu da fən daxili üfüqi inteqrasiya olur. Doğru cavab olur D variantı. Bircə saniyə, bunun 3-cü sualı budur, yoxsa bu? Bu Azərbaycan tarixicə, tarixdən bu sual olacaq. Deməli, deyir, müəllim şagirdlərə dəyişənli ifadələr və bu ifadələrin ədədi qiymətlərinin tapılması ilə bağlı biliklərə əsaslanaraq dəyişənli ifadələr. Dəyişənlər arasında asıllığı ifadə edən sadə xəttli model qurmağı və həmin modeldən istifadə edib verilmiş üstəsi uyğun nəticə çıxarmağı tapşırır. Burada hansı inteqrasiyadan istifadə olunur deyir. Deməli, müəllim dəyişən ifadələr məsələsi, sonra model qurur. Dəyişən ifadələr fən daxili olacaq, amma siniflər arasında fərq var burada. Deməli, bu məzmun xətti olaraq elə ümumiyyətlə tapşırıq, ikinci məzmun xəttinin tapşırıq, ikinci məzmun cəbir və funksiya ilə bağlıdır. Sadəcə dəyişənli ifadələr məsələsindən xətti model qurmaq. Bu aşağı sinifin, yəni alt standartının yenə dəyişməsidir. Ümumiyyətlə məzmunun davamlı inkişafı ilə bağlıdır. Burada təxminən ifadənin tapılması 5-ci sinifdir, 5-6-cı siniflər. Model qurma məsələsi isə 7-ci sinifdir. Burada siniflər arasında əlaqələndirmə var. Fən daxili şaquli inteqrasiya olacaq. Doğru cavab olur D variantı, şaquli inteqrasiya. Növbəti sual 4. Üzr istəyirəm. Şagird dərsində geriləmə müşahidə olunur, yəni müşahidə edir özü. Bunun səbəbini araşdırdıqda gündəlik telefondan düzənsiz istifadə elədiyi müəyyənləşdirir. Yəni real bir problemdir artıq bu. Yəni insanın telefondan düzgün, yəni İKT-dən düzgün istifadə edə bilməməsi. O bu problemi həll etmək üçün gündəlik plan qurur, gün ərzində dərsə və istirahətə ayırdığı vaxt, həmçinin ekran qarşısında keçirdiyi vaxtı qeyd edir. Bu məlumatları həftəlik analiz edərək orta vaxtı hesablayır. Düzgün, belə deyək ki, istifadə qrafiki hazırlayır. Yəni, öz real problemini həll etmək üçün konkret olaraq bir təşəbbüs, qərar vermə bacarıqları sərgiləyirsə, real bir problemin həll edilməsi fən üstü inteqrasiya. Doğru cavab C-dir. Tarixlə bağlı olan suallar. Tarix dərsdə müəllim İpək yolunun əhəmiyyətini keçərkən, İpək yolunun əhəmiyyəti, şagirdlərə tacir rolunda çıxış etməyi tapşırır. Şagirdlər tacir rolunda olmalıdır artıq burada. İpək yolu əhəmiyyəti ilə tarixi bir anlayışdır. Rolunda çıxış etmək burada ədəbiyyat falan ola bilərmi? Onlar marşrutu xəritədə planlaşır. Bu konkret olaraq artıq coğrafiyadır. Xəritədə planlaşır. Səfər zamanı qarşılaşa biləcəkləri çətinlikləri yazılı şəkildə izah edir və bu yolun şəhərlərin inkişafına təsirini müzakirə edir. Tarixi bir mövzunun, tarixin coğrafiya ilə əlaqələndirilməsidir. Burada ən azından tarix coğrafiyanı nəqd olaraq görmək olur. Doğru cavab fənlər arası B variantıdır. Növbəti ikinci sual. Şagirdlər qədim Misrə aid xəritə, ümumiyyətlə qədim Misir məsələsi tarixdə birinci məzmun xəttidir. Məzmun xətt. Tarixi zaman, sonra tarixi məkan, şəxsiyyətlər, mədəniyyətlər, dövlətlər, belə məzmun xəttləri var tarixin. Onlar xəritəyə əsaslanaraq xəritə məsələsi var artıq burada. Burada xəritə məsələsi artıq bizə coğrafiyanı göstərə bilər. Ən azından fənlər arası inteqrasiyanı görürük. Deməli, Nil çayının bu ərazidə dövlətin formalaşmasına necə təsir etdiyini izah edir. Nil çayının bu ərazidə. Eyni zamanda verilmiş mətndən istifadə edək, qədim Misirdə mərkəzləşmiş hakimiyyətin yaranması səbəblərini müəyyənləşdirin. Burada inteqrasiyanın növü. Deməli, burada tarixi zaman məsələsi,
Eyni zamanda da tarixi məkan məsələsi. Qədim Misirdə ərazi Nil çayının ətrafı. Bu da ikinci məzmun xəttidir. İkinci məzmun xətti. Tarixi məkan məsələsi. Deməli, həm fəndaxili inteqrasiya var, üfüqi inteqrasiya, həm də tarixlə coğrafiya əlaqələndirməsi var. Doğru cavab olacaq C variantı. Növbəti sual 3. Şagirdləri Azərbaycan tarixində mühüm rol oynamış, biri erkən dövrə, digəri isə 19-cu əsr. Bu artıq müxtəlif siniflərə aid olan anlayışlardır. Erkən dövr məsələsi. Bu təxminən hardasa 6-7-ci siniflərin mövzusudur. 19-cu əsr məsələsi isə hardasa ən azı 9-cu sinifin bir mövzusudur. Yəni burada şaquli inteqrasiya net olaraq görmək olur. Və hətta burada üfüqi inteqrasiya ola bilər. Çünki erkən dövr bu birinci məzmun xəttidir. Məzmun xətt tarixi zaman məsələsidir. Piliusdakı məqsədləri həmin dövrün şərtlərinə nəzarət onların daxili siyasətlə bağlı qərarlarını əsaslandırmağı tapşırır. 2 tarixi şəxsiyyət seçib. Bu da ki, 4-cü məzmun xəttidir. Belə deyək ki, şəxsiyyətlə bağlıdır. Şəxsiyyət, məzmun xətt. Həm fəndaxili üfüqi var, həm də şaquli var. Ayrı-ayrılıqda yoxdur, amma birlikdə fəndaxili A variantı götürmək olar. Sual 4. Yaşadığınız şəhərdə bir qədim qala və onun ətrafında tarixi ərazi turizminin inkişafı məqsədilə bərpa olunacaq. Şagird həm ərazinin tarixi önəmini, həm mədəni irsini qoruma yollarını, həm də davamlı turizmini əks etdirən plan hazırlayır. Burada hansı inteqrasiyadan istifadə olunur? Deməli, burada yaşadığı qədim qala və onun ətrafında tarixi ərazi turizminin inkişafı məqsədilə bərpa olunacaq. Bu yenə birinci məzmun xətti, qədim dövr məsələsi, tarixi zaman birinci məzmun xətti. Eyni zamanda turizm inkişafı, mədəni irsi falan bu məsələlər mədəniyyətlə bağlı olan məzmun xəttidir. Digər bir mədəniyyət ola bilərmi? Ola bilər də. İrsi, mədəni irsi qoruma yolları, bəli. Burada artıq, deməli, səhv etmirəmsə 5-ci məzmun xəttindən söhbət gedir. Mədəniyyət məsələsi fərqli bir məzmun xəttidir. İrsini qoruma yolları, həm də davamlı turizmi əks etdirən turizm məsələsi var burada. Bu coğrafiyada artıq fənlərarası inteqrasiya var. Deməli, həm burada fənlərarası inteqrasiya var, həm fəndaxili inteqrasiya var. Ən azından fənlərarasını tarix və ya turizm coğrafiyası kimi götürmək olur, nəqd olaraq. Burada turizm inkişafı var. Həm də tarixi zamanla mədəniyyət məzmun xəttinə əlaqələndirməsi üfüqi inteqrasiyadır. Fən üstü də yaşadığınız şəhərlə bağlı olan bir problemi həll edilməsidir. Yaşadığınız şəhərdə bir problemi həll etmək, bu da real həyat problemidir. Fən üstü hissəsi budur. Hər üç inteqrasiya var, doğru cavab olur C variantı. Növbəti kimya ilə bağlı. Şagirdlər müəyyən maddələrin qızdırılması zamanı baş verən hal dəyişməsi ilə bağlı məlumat verilir. Onlar temperatur artdıqca maddənin hissəciklərinin hərəkətini necə dəyişdiyini izah etmələri və bu prosesdə maddənin daxili quruluşunda baş verən dəyişiklik. Bu ilə maddənin hissəcikləri məsələsi, bu kimya olduğu zaten bəllidir. Bu prosesdə maddənin daxili quruluşuna baş verən istilik dəyişiklikləri təsvir etmələri və istilik miqdarının maddənin hal dəyişməsi ilə təsirini əsaslandırmalar tələb olunur. Burada istilik miqdarının dəyişikliyə səbəb olması, bu artıq fizikadır. Fizika. Deməli, kimya ilə fizikanın əlaqələndirməsi, fənlərarası inteqrasiya olur. Doğru cavab A-dır. Sual 2. Şagirdlərə müəyyən qatılıqlı duz məhlulu verilir. Onlar məhlulun qatılığını hesablamaq və məhlulun qatılığını hesablamaq məsələsi. Bu maddəni qatı hesablamaq, yəni bu hesablama riyaziyyat olmaya da bilər. Çünki burada maddənin qatılığını hesablamaq məsələsi, yəni qatılıq kimyada belə deyək ki, sırf ayrıca bir düsturuna hesablanır. Qatılıq düsturları deyə bir şey var. Bu ilə kimya mövzusudur. Fənlərarası olmayacaq. Sadəcə maddənin qatılığı məsələsi bu birinci məzmun xəttinə aid ola bilər. Məzmun xətt. Elə maddə məzmun xətt. Sonra da kimyəvi xassələrin necə təsir etdiyini izah etmək. Kimyəvi xassələrin necə təsir etdiyini izah etmək. Bu da kimyəvi hadisələr məsələsidir. İkinci məzmun xəttidir. İkinci məzmun xətt. Bu hesablama, yəni riyazi hesablama deyil, düzdür, riyazi hesablamada olmalı, amma riyaziyyatla bağlı deyil. Çünki kimyada ayrıca qatılıq düsturları deyə bir şey var ki, yəni bunun hesablanması sırf müəyyən kimyəvi düsturlara əsaslanır.
Burada inteqrasiya fən daxili olacaq və üfüqi inteqrasiya olacaq. Birinci və ikinci məzmun xətti ilə əlaqələndirilməsi var. Növbəti 3-cü sual. Qeyd olunur ki, verilmiş maddənin formuluna əsasən onun hansı maddə sinfinə aid olduğunu müəyyən edin. Verilmiş maddənin formuluna əsasən hansı maddə sinfinə aid olduğunu müəyyən edin. Aha. Sonra bu maddənin kimyəvi reaksiyalara necə davrandığını izah edən və sonda həmin reaksiyaları hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırın. Burada hansı inteqrasiyadan istifadə olunur? Burada kimya məzmun xəttləri, maddənin formulu sadəcə yenə maddə, məzmun xətti dəyişən hansı şəraitdə daha səmərəli baş verdiyini, necə davrandığını izah edin. Kimyəvi hadisədir, yoxsa bu elə maddənin dəyişməsidir. Maddənin dəyişməsi olaraq. Deməli, burada maddənin formuluna əsasən onun alt standartının getdikcə genişlənməsidir. Sinfinə aid olduğunu müəyyən edin. Bu maddənin kimyəvi reaksiyasına necə davrandığı izah edir və sonda həmin reaksiyalar hansı şəraitdə daha sürətli və daha səmərəli baş verdiyini əsaslandırır. Əvvəl sadəcə belə deyək, aşağı sinif, təxminən 8-ci sinif bir mövzusunda, 8-ci sinif. Belə deyək ki, mövzu keçirilir, yəni oksidləşmə, nə bilim, turşular falan filan. Belə bir mövzu. Sonra isə artıq bu, belə deyək, daha genişləndirilmiş formada kinetikaya keçmiş olur. Həmin reaksiyanın daha sürətli və daha səmərəli baş verdiyi məsələsi. Bu reaksiyanın hansı? Bax, bu artıq kinetika ilə bağlı. Kinetika. Burada, bu da yuxarı sinif, 9-10-cu siniflərin mövzusu olacaq. Siniflər arasında inteqrasiyadır. Kimyəvi kinetika. Sürət hesablaması, yəni burada fizika yox, yəni kimya aiddir. Kinetikada bu sahədə zaten o hesablamağa dair məsələlər var. Şaquli inteqrasiya olacaq. Doğru cavabdır. Siniflər arasında 8-9-cu sinif mövzuları arasında olan əlaqələndirmədir. Sual 4. Məktəb həyətinin bir hissəsində ağacların yarpaqlarının saralması müşahidə olunur. Bu artıq real bir problemdir. Şagird torpaq və su nümunə analiz edərək səbəbi araşdırır, nəticələri dəyərləndirir və ağacların sağlam inkişaf üçün tədbirlər planı hazırlayır. Burada hansı inteqrasiyadan istifadə olunur? Burada şagird gil, torpaq və su nümunə analiz edirsə, yəni bu analiz bizi ən azından məsəl üçün kimyaya apara bilər, amma kimyadan daha çox burada biologiya net olaraq var və ağacların sağlam inkişaf üçün tədbirlər planı. Yəni ağacların, belə deyək ki, inkişaf məsələsi biologiyadır. Biologiya. Bioloji inkişafla bağlı olan bir mövzuya aid ola bilər. Burada fənlər arası inteqrasiya da var, fən üstü inteqrasiya da var ki, real həyat problemi və eyni zamanda kimya, biologiya. Zaten mövzu kimyadırsa, onda bu hissə biologiya ilə əlaqələndirilmiş sayılır. Doğru cavab olacaq fənlər arası və fən üstü Y variantı. Növbəti coğrafiya ilə bağlı olan suallar. Qeyd olunur ki, şagirdlərə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazidən xəritəsi təqdim olunur. Qədim yaşayış məskənləri ən azından tarix xəritəsi təqdim olunur. Coğrafiya bəlli məsələdir. Coğrafi məkan birinci məzmun xətti ilə bağlıdır. Birinci məzmun xətti. Onlardan bu məskənlərin çay vadiləri, düzənliklər və dağətəyi sahələrdə yerləşməsinin səbəblərini araşdırmaları və coğrafi şəraitin həmin ərazidə erkən sivilizasiyanın formalaşmasını necə təsir etdiyini izah etmələri istənir. Burada hansı inteqrasiyadan istifadə olunur? Ya coğrafi bir mövzudur, sivilizasiya falan, bura sivilizasiya coğrafiyaya aiddir. Sadəcə qədim yaşayış məskənlərinin yerləşdiyi ərazidə, yəni tarixlə əlaqələndirmə aparacaq. Başqa bir məzmun xəttinə də müraciət olunmuyor. Belə coğrafi məkanla bağlıdır. Sadəcə fənlər arası inteqrasiya doğru cavab B-dir. Sual 2. Şagirdlərə Azərbaycan fiziki xəritəsi təqdim olunur. Fiziki xəritə yenə də coğrafiyanın birinci məzmun xətti. Məhz coğrafi məkan. Onlar ölkənin dağlıq və düzənlik ərazilərini müəyyənləşdirmələri, bu ərazilərdə əhalinin məskunlaşmasının niyə fərqli olduğunu əhali məskunlaşmasından söhbət gedir. Artıq burada məzmun xətti dəyişmiş olur. 3-cü məzmun xətti. Cəmiyyətlə bağlı olan məzmun xəttidir bu. 3-cü məzmun xətti. Deməli, şaquli yoxsa üfüqi siniflər arasında məsələ fiziki xəritə yox. Ölkənin dağlığı ilə eyni sinif daxilində olan inteqrasiyadır. Üfüqi inteqrasiya olacaq. Fən daxili üfüqi müxtəlif məzmun xətt. Birinci və 3-cü məzmun xətti ilə əlaqələndirilməsidir. Növbəti sual. 3-cü sualdan söhbət gedir. Deyir ki, şagirdlərə Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan küləklərin istiqaməti və sürəti ilə bağlı məlumatlar təqdim olunur. Onlardan küləyin əsasən bu ümumiyyətlə küləklərin istiqaməti məsələsi müxtəlif bölgələrdə özdə. Müxtəlif bölgələrdə
Külək məsələsi təbiətlə bağlıdır. Onlardan küləyin əsas hansı ərazidə daha güclü əsdiyini müəyyənləşir və bu halın hava təzyiqi fərqləri necə əlaqəli olduğunu izah etmələri söylənilir. Burada üfüqi inteqrasiya, şaquli inteqrasiya təhlükdə varmı? Fənarası yoxdur, onsuz fən üstü yoxdur, fən üstü yoxdur, fənarası yoxdur. Fən daxili, fən daxili. Doğru cavab A variantı olacaq. Niyə? Burada coğrafi məkan məsələsi və təbiət hadisələri, külək, təzyiq falan filan, təbiət məzmun xəttləri arasında əlaqələndirmə var. Doğru cavab olur A variantı. Sual nömrə 4. Təsəvvür edin, siz yaşadığınız rayonda son vaxtlar kənd təsərrüfatında məhsullar azalır deyir. Təsəvvür edin, azalır. Bu təsəvvür edindən falan başlayan fən üstü ola bilməz söhbətlərinin absurd olduğunu biz demişdik zaten. Əsas məsələ odur ki, real həyat problemi olsun, şagird real bacarıqlar formalaşdırsın və şagird fərqi yoxdur, bunu praktiki məsəl üçün yeni yetirməsə belə, ən azından yeni yetirməsi üçün bir plan, bir rejim, bir qərar vermə bacarığı sərgiləyirsə, bir layihə irəli sürürsə, fərqli fən üstü inteqrasiya olmuş olur. Ərazinin iqlim və torpaq xüsusiyyətlərinə nəzərə alaraq bu şəraitə uyğun olan bitki növlərini seçin və yerli əhali üçün uyğun kənd təsərrüfatı üsulları təklif edin. Artıq şagird real bir problemi həll etməkdən ötürü təklif irəli sürəcək, bir plan hazırlayacaq. Təklif edilmiş üsulların torpağın münbitliyinə, su ehtiyatlarına və ekosistemə təsirinə izah edin. Tapşırıqda hansı inteqrasiyadan istifadə olunur? Burada ümumiyyətlə iqlim və torpaq məsələsi var. Bu ikinci məzmun xətti ola bilər. İkinci məzmun xətti təbiət məsələsidir. Plus kənd təsərrüfatının, yəni əhali üçün, əhaliyə uyğunlaşdırılmasından söhbət gedir. Bu da ki, məhz üçüncü məzmun xəttidir. Üçüncü məzmun xətt cəmiyyətlə bağlıdır. Eyni zamanda hətta rayon falan ərazi bu birinci məzmun xətti ilə bağlı ola bilər. Real həyat problemi olması fən üstü inteqrasiyadır. Burada bitki növləri məsələsi biologiya ola bilər. Biologiya. Plus-dakı müxtəlif məzmun xəttləri ilə bağlı fən daxili, yəni üfüqi də ola bilər. Doğru cavab olacaq B variantı, hər üçü var. Növbəti Azərbaycan dili ilə bağlı suallar. Qeyd olunur ki, müəllim şagirdlərdən mətndəki söz birləşmələrini müəyyənləşdirməyi, həmin sözləri cümlədəki nik hissələrinə görə təhlil etməyi və mətndəki üslub xüsusiyyətlərini izah etməyi tapşırır. Mətndəki söz birləşmələrini müəyyənləşdirmək. Söz birləşmələrinin müəyyənləşdirilməsi, yəni bunu oxuyaraq eləyir. Bu ikinci məzmun xətti, oxu məzmun xətti ilə bağlıdır. Həmin sözlər cümlə nik hissələrinə görə təhlil etmək məsələsi, nik hissələrinə görə təhlil etmək, mətndəki müxtəlif üslub xüsusiyyətlərini izah etməyi tapşırır. Burada da dil qaydaları, dördüncü məzmun xətti, nik hissələri məsələsi, fən daxili inteqrasiyadır. Doğru cavab olacaq C variantı. Sual 2. Qeyd olunur ki, müəllim şagirdlərdən mətndəki əsas fikri müəyyənləşdirməyi, bunu da yenə oxuyaraq eləyir. Yəni əsas fikri müəyyənləşdirsə mütləq oxumalıdır. Bu ikinci məzmun xəttidir. Həmin fikri əsaslandırmağı və bu mövzu ilə bağlı qısa yazılı nəticə formalaşdırmaq istəyir. Bu da üçüncü məzmun xəttidir. Üçüncü məzmun xətti. Demək, 2 və üçüncü məzmun xətti fən daxili inteqrasiya edir. Yenə də doğru cavab olur D variantı. Növbəti sual 3. Deyir ki, müəllim şagirdlərə Azərbaycanın təbii bölgələri haqqında, təbii bölgələri məsələsi coğrafiya ola bilər, mətni oxumağı, işlənmiş terminlərin mənasını izah etməyi, terminlərin mənasını izah eləmək. Bu dördüncü məzmun xətti olacaq. Dil qaydası ilə bağlıdır. Və mətndəki məlumatlar əsasında bölgələrdən birini təsvir edən esse yazmağı. Bu da yazmaq məsələsi. Üçüncü məzmun xəttidir. Deməli, həm fənlər arası inteqrasiya var burada, həm də fən daxili inteqrasiya var, müxtəlif məzmun xətt. Doğru cavab olur C variantı. Sual 4. Şagirdlər məktəbdə plastik tullantıların artmasını müşahidə edir. Artıq bu plastik tullantıların artması real bir problemdir. Real problem. Onlar məsələyə hər kəsin diqqətini çəkməkdə problem həll etmək istəyirlər. Dəyişiklik səndən başlayır. Devizi altında maarifləndirici çıxış mətni hazırlayırlar. Bir mətnin hazırlanması. Bu yazılı formada olacaq. 4-cü məzmun xətti ilə bağlı. Hazırlıq zamanı elmi faktlardan insanların davranışlarını dəyişməyə təşviq edən təsirli ifadələrdən istifadə edirlər. Və sonda bunu məktəb auditoriyasına təqdim edirlər.
dinləyib almaq, danışmaq. Bu, məsəl üçün, danışmaq məzmun xətti ilə, birinci məzmun xətti ilə bağlıdırsa, bu da mətn hazırlamaq üçüncü məzmun xətti ilə bağlıdır. Deməli, mətn hazırlayır üçüncü məzmun xəttidir. Plus da ki, burada hazırlıq zamanı, burada deyir ki, insan davranışlarından, elmi faktlardan istifadə edirlər. Təsir ifadələr məsələsi. Bu birinci məzmun xəttidir. Burada deməli fən daxili inteqrasiya 100% var. Fən üstü sadəcə getdi. Çünki fən üstü var olmalı. Amma fən üstü fənlər arası yox, fən daxili mütləq olmalıdır. Fən üstü də olmalıdır. Fən daxili fənlər arası yox, fən üstü olmalıdır. İndi burada bir dənə Y variantı qalır. Fən daxili, fən üstü, fənlər arası. Bəs fənlər arasında burada deyir ki, hazırlıq zamanı elmi faktlardan insan davranışlarını dəyişməyi təşviq edən təsir ifadə insan davranışları ilə bağlı bu bioloji proseslər, biologiya ola bilir. Fənlər arası inteqrasiya da budur. Doğru cavab olur Y variantı. Fən daxili, fən üstü, fənlər arası. Növbəti təsvir incəsənətlə bağlı. Deyir ki, şagird bədii naxış hazırlamaq üçün ölçü, simmetriya və təkrarlanan prinsiplərdən istifadə edir. Yəni, simmetriya məsələsi riyaziyyat olduğu bəllidir. Hazırladığı nümunəni müxtəlif materiallarla istifadə etməklə funksional məhsul hazırlayır. Burada hansı inteqrasiyadan istifadə olunur deyir. Naxış hazırlamaq və simmetriya məsələsi, təsviri incəsənət və riyaziyyatını əlaqələndirmək. Sadəcə fənlər arası inteqrasiya doğru cavab A-dır. Şagird məktəbdə tullantıların düzgün çeşidlənmə problemi müşahidə edir. Burada yenə real bir problemdir. Real problem. Bu fən üstü hissəsidir bunun. Müşahidə edir və bu problemi həll üçün təşəbbüs göstərir. O tullantıların düzgün çeşidlənməsi mövzusunda maarifləndirici afişa hazırlayır. Afişada rəsmlər, simvollar, rənglər, qısa mətnlər vasitəsilə qısa mətnlər də var burada. Yəni Azərbaycan dilində görmək olur. Qısa mətnlər hazırlayır. Hər halda mətn hazırlamaq məsələsi Azərbaycan dili ilə net olaraq bağlıdır. Sonra hansı tullantıdan atılmalı olduğu izah olunur. Hazırlanan afişa məktəbin girişinə asılır və şagirdlər ekoloji davranışına təsir göstərməyə hədəfləyir. Hansı inteqrasiyadan istifadə olunur? Hətta burada çeşidlənmə məsələsi var. Bu məsələ coğrafiyada ola bilir. Çünki coğrafiyada tullantıların çeşidlənməsi və utilizasiyası deyə bir anlayış var, yəni bir mövzu var. Orada bu məsələyə toxunulur. Yəni. Deməli, real bir dünya problemi olması fən üstü inteqrasiyadır. Burada mətn hazırlamaq məsələsi və eyni zamanda tullantıların çeşidlənmə, coğrafiya Azərbaycan dilinə əlaqələndirməli fənlər arası və fən üstü inteqrasiya. Doğru cavab olur D variantı, fənlər arası, fən üstü. Növbəti 3-cü sual. Qeyd olunur ki, şagirdə müxtəlif həyat vəziyyətləri təsvir edən, həyat vəziyyətlərində real bir səhnə seçilməsi tapşırılır. O, seçdiyi hissəni ifadə etmək üçün yağlı boyadan istifadə etməklə təsviri sənətin müəyyən bir janrında rəsm çəkir. Sonda isə hazırladığı rəsmin hansı emosional təsir yaratdığını, bu emosional təsir məsələsi, istifadə elədiyi vasitələrin bu duyğunu necə ifadə etdiyini obrazlı şəkildə əsaslandırır. Burada rəsm çəkmək məsələsi var. Rəsm çəkmək ikinci məzmun xətti ilə bağlıdır, elə təsvir incəsənətdə. Təsvir və dekorasiya, yaradıcılıq. Bax, bu ikinci məzmun xəttidir. Sonra burada emosional məsələ var idi. Deyir ki, hansı emosional təsiri yaratdığını. Bu da estetik, belə deyək ki, məzmun xətti. Üçüncü məzmun xəttidir. Üçüncü məzmun xətti. Plusdakı bu obrazlar məsələsi Azərbaycan dili və ədəbiyyatla bağlı ola bilər. Ədəbiyyat. Yəni, həm burada fən daxili inteqrasiya var, həm də fənlər arası inteqrasiya var. Doğru cavab olur B variantı. Növbəti musiqi. Üzeyir Hacıbəylinin və Beethovenin bədii üslubu və emosional ifadə tərzini müqayisə edin. Üzeyir Hacıbəyli və Beethovenin bədii üslubu və emosional ifadə tərzini müqayisə edin. Hansı bəstəkar emosiyanın daha aydın təsir ifadə etdiyini müəyyənləşdirin. Tapşırıqda hansı inteqrasiyadan istifadə olunur? Burada musiqi aləmindən söhbət gedir. Bu birinci məzmun xəttidir. Birinci məzmun xətt. Plusdakı emosional ifadə tərzi məsələsi. Bu da emosional ifadə tərzi. İkinci məzmun xətt olacaq. Deməli, dəyərlərlə bağlıdır. İkinci məzmun xətt, emosiyalar və dəyərlər. Sadəcə fən daxili inteqrasiyasından istifadə olunur. Doğru cavab B-dir. Növbəti Koroğlu dastanlarını görən kimi ən azından ədəbiyyatın olduğunu görə bilərəm. Ədəbiyyat. Bir parçanı seçin və operadakı musiqi ilə bu mətnin emosional və ideya yaxınlığını müqayisə edin. Bəstəkarın həyatındakı obrazı necə musiqiyə çevirdiyini və aşıq musiqisinin hansı üslub və ifadə vasitələrini istifadə edildiyini müəyyənləşdirin deyir.
Burada hər hansı bir belə deyək ki, ədəbiyyat mövzusu, dastan, bir parçanı seçirlər. Bu birinci məzmun xəttidir, musiqi aləmi. Bax, birinci məzmun xətti. Sonra bu mətnin emosional və ideya yaxınlığı, yenə emosiya məsələsi var. Bu da estetik, emosional və dəyərlər məsələsidir. İkinci məzmun xəttidir artıq. Obraz necə müəyyən edəcək, aşk, musiqi, hansı üsul ifadələrlə istifadə edir, müəyyən edəcək. Burada həm ədəbiyyatla fənlər arası inteqrasiya var, həm də fən daxili inteqrasiya var. Doğru cavab olacaq A variantı. Sual 3. Fikrət Əmirovun Şur simfonik muğamı sizdə yaratdığı emosional hissləri, musiqidə istifadə olunan alətlərin, melodiyanın və tempin bu hisslərin yaranmasına necə təsir etdiyini ifadə edən vizual bir təqdimat hazırlayın deyir. Vizual təqdimat üzr istəyirəm. Ən azından ya təsvir incəsənətdir, yəni bunu elektron versiyada aparırsa informatikadır. İnformatika və təsvir incəsənət. Təsvir incəsənət. Ən azından fənlər arası inteqrasiyanı burada biz görürük. Və plusdakı alətlər, melodiyalar məsələsi və alət, melodiya məsələsi yenə musiqi aləmi ilə bağlı birinci məzmun xəttinin mövzusu olur. Plusdakı yenə emosiya burada məsələsi var. Bu hisslər məsələsi var. Bu hisslərin yaranması. Bu da ikinci məzmun xətti ilə bağlı dəyərlər, emosiyalardır. Məzmun xətti. Yenə də burada fən daxili və fənlər arası inteqrasiya olmuş olur. Doğru cavab B-dir. Gəlir texnologiya ilə bağlı olan hissə. Qeyd olunur ki, evdə istifadə olunan elektrik cihazlarından birinin enerji sərfiyyatını hesablamaq üçün məlumat topla və bu məlumatlara əsaslanaraq cihazın gündəlik və aylıq enerji sərfiyyatının və ailə büdcəsinə təsirini müəyyən et. Bu ailə büdcəsi məsələsi, yəni həyatla əlaqələndirmə deyil, çünki burada real həyat problemindən söhbət getmir. Elə həyat bilgisi fənninə aid olan bir mövzudur bu, həyat bilgisi. Fənlər arası olduğunu buradan görmək olur və plusdakı burada hətta enerji sərfiyyatını hesablamaq məsələsi bizi riyaziyyata da apara bilər. Sadəcə texnologiyanın həyat bilgisi və riyaziyyatla əlaqələndirməsi fənlər arası inteqrasiya olacaq B variantı. Sual 2. Mətbəx üçün doğrama lövhəsi hazırlamaq üçün formasını və ölçülərini seç. Forma və ölçü. Riyaziyyatın həndəsə məzmun xətti ilə bağlı ola bilər. Riyaziyyat və burada həndəsə deyəsən 4-cü məzmun xətti həndəsə ilə bağlıdır. Həndəsə. Hansı materialdan olacağını müəyyənləşdir və sadə eskizini çəkib onu 2 üstünlüyündə qeyd edin. Eskiz çəkəcək. Ümumiyyətlə burada elə texnologiyanın özündən götürsək məzmun xəttlər arasında inteqrasiya var. Birincisi lövhə hazırlamaq məsələsi emal texnologiyasıdır. Bax, bu lövhə məsələsi birinci məzmun xətti ilə bağlıdır. Sonra burada məişət mədəniyyəti var. Çünki mətbəx üçün doğrama, yəni məişətdə istifadə olunacaq bir şeydir bu. Bu üçüncü məzmun xəttidir. Məişət məzmun xətti. Hətta burada sadə eskizini çəkib onun 2 üstünlüyünü qeyd edin. Seç, eskizini çək. Nəsə çəkmək, hətta 4-cü məzmun xəttində bura qatmaq olar qrafikanı, amma elə bu bizə kifayət edir ki, fən daxili inteqrasiya olduğunu məzmun xəttləri arasından görürük və ən azından həyat bilgisi ilə texnologiya əlaqələndirməsini də buradan görmək olur. Hətta ölçmək məsələsi riyaziyyatla da bağlı ola bilər. Fənlər arası və fən daxili inteqrasiya doğru cavab A-dır. Növbəti sual 3. Şagirdlərdən biri sinif otağında stulların bəzilərində boşluq olduğunu görür. O bu stulların balaca şagirdlərin də əyləşdə yıxıla biləcəyini nəzərə alıb, stulları təmir edir və məktəb əşyalarına qarşı məsuliyyətli davranmanın vacibliyini yoldaşlarına da bildirmək üçün sinif qapılarına bununla bağlı məktəb əşyaları bizim birgə məsuliyyətimizdir. Belə bir poster hazırlayır. Real bir problemdir. Fən üstü inteqrasiya olması buradan bəllidir. Şagirdlərin məhz yıxılmamasının qarşısını almaqdan ötürü real bir problemi həll edir. Fənlər arası hissəsi də var burada. Məhz poster hazırlamaq hissəsi, bax poster ən azından təsviri incəsənət ola bilər, təsviri incəsənət. Plusdakı həyat bilgisi ilə bağlı təhlükəsizlik məsələsi, təhlükəsizlik həyat bilgisi fənni ilə bağlı ola bilər. Həm fənlər arası inteqrasiya var, həm də fən üstü inteqrasiya var. Doğru cavab olur A variantı. Növbəti fiziki tərbiyə ilə bağlı. Bədənin əyilmə qabiliyyətinin sağlamlığa təsiri haqqında qısa məlumat oxuyub 3 müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetirir. Bu tapşırıqda burada artıq fiziki tərbiyənin məzmun xəttləri məsələsi var. Deməli, bədənin əyilmə qabiliyyətinin sağlamlığa təsiri haqqında. Bədənin əyilmə qabiliyyəti təsiri haqqında məlumat oxuyub. Məlumat oxuyursa, bu birinci məzmun xətti ilə bağlı olacaq. Çünki fiziki tərbiyədə birinci məzmun xətti ilə sadəcə nəzəri belə deyək ki, biliklər, informasiya təminatı. Bunu oxuyur.
Üç müxtəlif əyilmə hərəkətini düzgün yerinə yetir. Artıq burada hərəkət eləyirsə, bu da başqa bir məzmun xəttidir. Yəni hərəki qabiliyyətlər və hərəki bacarıqlar. İndi burada eləyirsə, yəqin ki, bu bacarıq olaraq 3-cü məzmun xəttinə daha çox uyğun gələr. Hərəki bacarıqlardan söhbət gedir. Şu, bunu yerinə yetirir deyirsə, sadəcə fənn daxili məzmun xəttlər arasında inteqrasiya var. Doğru cavab A'dır. Növbəti ikinci sual. Deyir ki, 100 metrlik məsafəni 20 saniyədə qaçsın nəzərə alaraq sürətini hesablayın. S bərabərli V vur T məsələsi, sürət zaman məsafə. Riyaziyyat hissəsidir bu bunun, riyaziyyat. Eyni sürətdə 150 metrə nə qədər vaxt lazım olar müəyyən et. Tənəffüs texnikası məsələsi var burada. Tənəffüs texnikası əsaslanaraq neçə dəfə nəfəs aldığını təxmin et. Bu göstəricilərə uyğun şəxsi güc, sürət məşq planı tərtib et. Bu riyaziyyatdır. Tənəffüs texnikasına əsaslanaraq nəfəs alacağı məsələsi. Bu hətta biologiya ola bilər. Yəni baxın, riyaziyyat, biologiya, fənn arası olması net olaraq görünür. Amma fənn daxili də ola bilər. Çünki burada qaçış sürət məsələsi 3-cü məzmun xətti ilə bağlı ola bilər. Qaçış sürəti güc məsələsi. 3-cü məzmun xətti, qaçış məzmun xətti. Hərəki qabiliyyətlərdən söhbət gedir. Plusdakı şəxsi məşq planı hətta şəxsiyyətin inkişafı ilə bağlı ola bilər. Şəxsiyyətin xüsusiyyətləri 4-cü məzmun xətti. Şəxsiyyət. Hətta tənəffüs texnikaları haqqında olan məlumat 1-ci məzmun xətti ilə bağlı ola bilər. Nəzəri məlumatlardan söhbət gedir. İnformasiya təminatı və nəzəri biliklər. Deməli, hər bir halda fənn daxili inteqrasiya burada net olaraq var zaten. 3-cü, 4-cü məzmun xətti görünür, hətta 1-ci məzmun xəttində götürmək olar və riyaziyyatla biologiyanə əlaqələnmə var. Yəni həm burada fənn daxili inteqrasiya, həm də fənn arası inteqrasiya görünür. Doğru cavab A'dır. Növbəti və sonuncu sual. Qeyd olunur ki, bir də saniyə balacalaşdıraq. Son vaxtlar sinif yoldaşlarının dərs zamanı tez-tez yorulduğunu, bu artıq real bir problemdir, real həyat problemidir. Hərəkətsiz qaldıqlarını və çoxunun qamətini əyilmə müşahidə edən şagird sağlam həftə adlı bir layihə təşkil edir fənn üstü. Sinif yoldaşlarının fiziki vəziyyətini yaxşılaşdırmaq üçün uyğun hərəkətləri seçərək sadə bir məşq planı hazırlayır və onlar qidalanma vərdişi, qidalanma məsələsi burada müxtəlif fəndən bağlı ola bilər. Baxın, qidalanma həm fənn olaraq götürürsə həyat bilgisi ilə bağlı ola bilər, həyat bilgisi. Həm ən azından bioloji ola bilər, həm də fiziki tərbiyə də ola bilər hətta. Fənlər arası məsələsini görürük. Və xüsusiyyətlə əzəllərin bərpasını və enerjinin təminini dəstəkləyən zülal, karbohidrat və su qəbulunu düzgün. Bu da hətta zülal, karbohidrat falan kimya məsələsidir. Kimya, biologiya. Burada da net olaraq görmək olur fənlər arası hissəsini. Plusda ki, plan hazırlayırsa, bu 1-ci məzmun xətti ilə bağlı ola bilər. 1-ci məzmun xətti. Və hərəkətləri seçirsə, bu da fiziki qabiliyyətlər, hərəkətlər məsələsi, 3-cü məzmun xətt. Deməli, real bir həyat problemi olması bunu fənn üstü eləyir. Ən azından biologiya, kimya məsələsi fənlər arasıdır. Plusda ki, eyni fənn daxili məzmun xəttləri arasında əlaqələnmə fənn daxili. Yəni, hər üçü var, doğru cavab olur D variantı.